Lənkəranın təbiət incisi sayılan Xanbulan bu dəfə yalnız gölü və çayı ilə deyil, insanın ruhuna toxunan musiqi sədaları ilə ziyarətçilərin qəlbini oxşuyur. Bu musiqi sədalarının sahibi isə qarmon ifaçısı İqbal Novruzovdur. Sosial şəbəkələrdə yayılan bir video İqbal Novruzovun həyatını tamamilə dəyişib. Onun qarmon ifa edərkən çəkilən videosu qısa zamanda minlərlə baxış toplayaraq sosial şəbəkələrdə böyük marağa səbəb olub. Qardaşım əskər gedəndən sonra mən başladım ağlamağa, darıxmağa. Mən ağlamayım deyə, darıxmayım deyə mənə qarmon aldılar. Sonra aşkarlandı ki, mənim buna talantım var. Buna talantım var, belə oldu ki, sonra bir Kazan qarmon aldılar. 5 dəfə, 6 dəfə Həqiqət Rzayev adına musiqi məktəbinə getdim. Sonra da ki, Avtoqazıdan sonra uzaqlaşdım. Köhnə qarmon vardı, ondan başladım ifa eləməyə. Bunlardan, bunun dostlarından biri sən demək çəkirmiş məni. Gizlin çəkirmiş. Sonra da onu verdi sosial şəbəkələrə. Orada burada tələbat oldu mənim işimə. İstədilər. Restoranlar istədi, rayonlar istədi. Qarmon onun üçün sadəcə musiqi aləti deyil. İqbal Novruzov bu alətlə həm ailəsini dolandırır, həm də onun səsindən zövq aldığını deyir. Bəzən sakit bir yerdə tək tənha oturub ifa etdiyi zaman bütün dərdini, sevincini sanki qarmona danışır. Günü 12 saat, 15 saat məşqim olur. Yəni, necə deyim, qarmonda zirvələrə çatmaq istəyirəm də. Azərbaycanın tanınmış qarmon ifaları var. Onların mənə böyük köməyi dəyib. Onların ifalarına qulaq asmaq, belə qəbul edəyək də. Böyük kömək dəyib. Onları mən... Bilirsiniz, musiqicidə belə bir xüsusiyyət var. Ümumiyyətlə, ürək lazımdır da, onu daha ürəkdən ifa eləmək. Bilirsiniz, qazanc da elə ondan asılıdır. İqbal Novruzovun həyat yolu bir çox musiqiçilərdən fərqlənir. O, heç bir peşəkar musiqi təhsili almadan illərdir ki, qarmon sənətini öz zəhməti ilə yaşadır.